Faciəvi hadisələr bitmək bilmir. Ağcabəddə yanğında 12 yaşlı oğlan ölüb. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə rayonun Qiyaməddinli kəndində olub. Kənd sakini Hüseynova Mahirə Ocaqqulu qızına məxsus evdə baş verən yanğın zamanı orada olan 2014-cü il təvəllüdlü Şirinov İmaməddin Ayazoğlu həlak olub. Faktla bağlı araşdırma başlanılıb. Bakıda şagird məktəbdə özünə xəsarət yetirib. Hadisə aprelin 23-ü 145 nömrəli tam orta məktəbdə baş verib. 7-ci sinif şagirdi olan qız təhsil müəssisəsinin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat veriblər. Məktəbdən bildirilib ki, şagirdə dərhal ilkin tibbi yardım göstərilib. Təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib. Hazırda vəziyyəti qənaətbəxşdir. Qeyd olunur ki, yeniyetmə sinif yoldaşlarının onu videoya çəkib paylaşacaqları ilə bağlı təhdidlərdən sonra bu addımı atıb. Sumqayıtda ağır yol qəzası baş verib. 1986-cı il təvəllüdlü Gülməmmədov Zahir Qurbanoğlu'nun idarə etdiyi Mercedes markalı avtomobil Hacı Zeynalabdin qəsəbəsində yerləşən Şirvan körpüsünün yaxınlığında aşıb. Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü el hadisi yerindəcə ölüb. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bakıda parkda naməlum kişi meyidi tapılıb. Hadisə aprelin 23-ü saat 02 radələrində Nizami rayonu Qaraqarayev prospekti 71 ünvanında yerləşən parkda qeydə alınıb. Üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyidi aidiyyatı üzrə təhvil verilib. Ölən şəxsin kimliyi araşdırılır. Biləsuvarda isə 21 yaşlı gəncin meyidi tapılıb. Hadisə rayonun Melioratorlar qəsəbəsində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü İslam Hüseynovun cansız bədəni yaşadığı mənzilin həyətində aşkarlanıb. Qeyd edək ki, İslam Hüseynov Biləsuvarın Şəhriyar futbol klubunun məşqçisi Fədail Niftiyevin bacısı oğludur. İsmail qardaşı ilə birgə dayısının himayəsində böyüyüb. Faktla bağlı araşdırma aparılır.